Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz məhdəviyyət barəsində idi. Biz ötən müzakirələrdə siz əzizlərlə məhdəviyyət barəsində zəruri olan məsələləri qısa olaraq müzakirə etdik. Bugünkü mövzumuz isə İmam Mehdinin doğumu ilə bağlı olan şübhə və suallardır. İmam Zaman əleyhissalamın doğumu ilə bağlı olan sualları və yaxud şübhələri biz edə bilərik 3 kateqoriya bölək. Onlardan birinci budur ki, Mehdi hələ doğulmayıb, gələcəkdə doğulacaq. İkinci görüş budur ki, İmam Həsən Əskərinin övladı olub, lakin o müjdələnən Mehdi deyil. Üçüncü görüş budur ki, ümumən İmam Həsən Əskərinin övladı olmayıb. Bunları qısa olaraq siz əzizlərlə müzakirə edək. Birinci görüş bu oldu ki, Mehdi hələ doğulmayıb və gələcəkdə doğulacaq. Yəni, bunlar artıq o ümumi məhdəviyyət məsələsinə işarə edir ki, bəli, dünyanın sonunda bir şəxs gələcək, dünyanı nicat verəcək. Lakin hələ bu şəxs doğulmayıb və hədislərdə bu barədə səyyulət ifadəsi keçir. Yəni, Peyğəmbər buyurmuşdu ki, Mehdi dünyaya gələcək. Baxın, bu məsələnin cavabında demək lazımdır ki, Peyğəmbər və yaxud məsumlar buyurur ki, Məhdi dünyaya gələcək. Bunun mənası bizdən sonra doğulacaq mənasındır. Nəinki Məhdi müəyyən bir zaman tam olaraq doğulmayacaq. Yəni, bu hədisi biz öz zamanımızdan Peyğəmbərin zamanı nisbətdə bu formada başa düşməliyik ki, Peyğəmbər öz zamanda buyurmuşdu ki, Məhdi dünyaya gələcək. İndi biz necə başa düşməliyik bu hədisi? Yəni, artıq Məhdi müəyyən bir zamanda, müəyyən bir tarixdə dünyaya gəlmişdi. Bu hədisin mənası bu demək deyil ki, yəni Məhdi dünyaya gəlməyəcək. İkinci görüş budur ki, İmam Həsən Əskərinin övladı olub, lakin o Mehdi deyil, yəni bəşəriyyətin xilaskarı deyil. Bunlar bu məsələni hardan ələ gətirmişdilər? Əhl-i sünnə hədis qaynaqlarında hədis bu formadadır ki, Allah Rəsulü buyurur ki, Mehdinin adı mənim adımdır, atasının adı isə atamın adı ilə uyğun olacaq. Biz bildiyimiz kimi bilirik ki, Allah Rəsulunun adı Muhamməddir, demək sonuncu dünyanı xilas edən şəxsin də adı Peyğəmbərin də adı olmalıdır. Və şiə qaynaqlarında bu uyğundur. Yəni, İmam Zaman əleyhissalamın adı Peyğəmbərin adıdır. Lakin burada məsələ budur ki, İmam Zaman əleyhissalamın atasının adı nədir? Hədis buyurur ki, Peyğəmbər buyurur ki, atasının adı da atamın adı olacaq. Peyğəmbərin atasının adı Abdullah olub. Şiə qaynaqlarına əsasən isə İmam Zaman əleyhissalamın atasının adı Həsən Əskər əleyhissalam olub. Biz bu hədisləri daha incəliklə araşdırdıqda görürük ki, bu ibarə sonraki mühəddislər tərəfindən əlavə olunub. Yəni, hədisdə və ismuhu əbi, ismu əbi, onun atasının adı, atamın adı olacaq ibarəsi ilkin hədis kitablarında keçmir. İlkin hədis kitablarında bu formadadır ki, Məhdi haqdır, Fatimənin nəslindəndir və onun adı mənim adımdır. Bundan əlavə sözlər keçmir. Bu mühəddislərin əlavə etdiyi bir məsələdir. Üçüncü məsələ isə budur ki, İmam Həsən Əskərinin ümumiyyətlə övladı olmayıb. Bu da müasir, məxsusən vəhabilərin ortaya atdığı şübhədir. Bunlar bəzən deyirlər ki, Əskəri sözünün mənası, yəni sonsuz mənasıdır və bəzən də müəyyən hədis qaynaqlarına istinad edərək bu sözü deyirlər. Onların istinad etdiyi hədislərdən də biri Üsul-i Kafi kitabında yer alan bu hədisdir. Hədisdə deyilir ki, İmam Həsən Əskəri əleyhissalam dəfn edildikdən sonra hakimiyyət orqanları və müəyyən insanlar onun övladını axtarmağa başladılar. Yəni, İmam Zaman əleyhissalamı axtarmağa başladılar. Evlərdə və mənzillərdə geniş axtarışlar baş verdi və hətta qadınları yoxladılar ki, görək hansı hamilədir, hansı hamilə deyil və hədis buyurur ki,
Bu zaman orada heç bir şəxsi tapmadılar, hətta hər hansı bir qadının hamilə olduğunu da görmədilər. Baxın, bunlar bu hədisi oxuyarkən belə fərz edirlər ki, İmam Zaman əleyhissalam, İmam Həsən Əskəri əleyhissalamın vəfatından sonra dünyaya gəlməlidir. Bir halda ki, elə Şeyx Quleynin də görüşü budur ki, İmam Zaman əleyhissalam atasının vəfatından 5 il qabaq dünyaya gəlmişdi. Bu barədə Şeyx Quleyni buyurur ki, Vulidə linisf minəş-Şə'ban sənətə 55 və 200. Yəni İmam Mehdi əleyhissalam Hicri 255-ci il Şə'ban ayının 15-ci günü dünyaya gəlmişdi. Bu bir tərəfdən, ikinci tərəfdən Şeyx Quleyni özü 30-dan çox rəvayət nəql edir, səhih sənədlə ki, İmam Zaman əleyhissalam dünyaya gəlmişdi. O biri tərəfdən bu hədis əslində məsumun da hədisi deyil. Bir şəxs bu formada tərif edir ki, mən Samirədə idim və bu hadisələr baş verdi. Yəni hədis məsuma da gedib çatmır. Hər bir halda nəticə olaraq bunu deyir ki, Şiə əqidəsinə görə İmam Zaman əleyhissalam hicrətin 255-ci ilində doğulub və İmam Həsən Əskəri əleyhissalamın övladıdır. Nəinki bunu şiələr deyir, hətta ümumi olaraq Məhdəviyyət anlayışını qəbul etməyən şəxslər də belə bir fikri demişlər. Məsələn, İbn Xəldun özü deyir ki, bəli, Həsən Əskərinin oğlu dünyaya gəlmişdi, onun övladı var idi və bu mövzu şiələr arasında məşhur və məruf bir məsələdir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.